Başladıq. Deməli, harda qaldıq? 6-cı. 7-ci. 7-ci çalışma bəli. 7-ci çalışmada sənə deyir ki, bu A kub nədirsə maraqlı deyil. Bir B'dir. Bu da maraqlı deyil. A ilə B burada bizə maraqlı deyil uşaqlar. Burada deyir ki, həmin buradakı aşağıdakılardan tək-tək götürüb B ilə ifadə elə. Ya B-yə bərabərləşdir. Götürürəm A üstü 12-ni. Yazıram burada A üstü 12 bərabər nəyə? Bunu belə baxanda bilmək olmayacaq axı neçə dənə B-dir və yaxud da B bölü nədir? B bölü 3-dür, nədir bu? Ona görə bunu həmin bizim dərsimizə uyğunlaşdırmaq lazım. Yəni A üstü 12-ni bir növ A üstü 3 ilə əlaqələndirmək lazımdır. A üstü 12-ni A üstü 3-ü nəyə yaza bilərəm mən? A üstü 3. A üstü. Üstü 4. Biz demədik ki 3-ü 4-ə vuranda 12 eləyəcək. Onda belə çıxır ki A üstü 3-ü, niyə A üstü 3-ü? Çünki mənim əlimdə ancaq A üstü 3 var da. A üstü 3 üstü 4 yaza bilərəm. Ondan sonra da bərabərdir. A üstü 3-ü də mən bilirəm axı B-dir. Özü verməmişdi B. Yazıram A üstü 3-ün yerinə mötərizənin içində də yoxdur. Onun yerinə B yazıram. Üstündə də axı deyir qüvvətdə 4 yaz. Ona görə o cavabımız B üstü 4. Başa düşdünüz? Bəli, başa düşdüm mən. Hə, hissə gedirsiniz. Məsələn, indi bir dənə də yazaq. Deyir ki, A üstü 39. Götürəm mən bu A üstü 39-u A üstü 3-ün nəyi isə yazıram. Niyə A üstü 3? Çünki mən A üstü 3 də 13. verilən A üstü 3. O da B üstü 13. 13 yazıram mən. Yazıram A üstü 13-ün üzərində də 3-ün üzərində 13. 3-ü 13-ə vuranda 39 eləyir, bəli. A üstü 3-ün yerində B yazıram, olur B üstü 13. Vəsə, B ilə ifadə elədik. Sonra məsələn burada nə var? Bu məsələn buna da yazıblar burada məsələn deyək. 4-cü. Yazıblar ki, mənfi A üstü 4, üstüdə də 9. Əvvəla bu necə ədəddir? Müsbət ədəd. Mənfi. Çünki mötərizənin içi mənfidir. Mötərizənin içi axı mənfidir uşaqlar. Çünki mənfi sonra üstü 4 yazıb da. Mənfi hanı mötərizə yazmayıb. Mənfi mötərizənin içi mənfidir. Tək dərəcədə 9 olduğu üçün deməli nəticə ən axırda mənfidir. Niyə görə onu deyirəm? Çünki birinci mənfi qoyun, mənfidən canım qurtarsın. Mənfi olacaq cavabımız. Mənfini qoyduq. İndi mən düşünürəm ki, bu A üstü neçədir? Hesablayın da bunu məsələn. 36. 36. A üstü 36. İndi təzədən A üstü 36-nı mən nə etməliyəm? A üstü 3-ə gətirməliyəm təzədən. A üstü 3 mötərizəni bağlayanda 12 üstündə də sonra. Amma mənfi də qalmışdı elə bir ki. Nəticə olaraq mənfi mənfi. A üstü 3-ün elə bir ki qüvvətində 12 bəli. Bu da nə deməkdir? Mənfini qoyursan B üstü 12. Yəni mənfi B üstü 12-dir yekunda. Mənfi B üstü 12-dir. Yəni bu 4-cünün B ilə ifadə olunmuş versiyası. Olacaq belə. Aşağıda sonra nə deyir? Tənliyi hesabla. Tənliyi hesabla da. Məsəl üçün hansını? Axırıncını. Yox. Hansını hesablayaq? 5-cini hesablayaq. Deməli, bizə deyir ki, əvvəla bunu nə yazmalıyam? 5-ci asan oldu deyə. Hə. A üstü nə yazmalıyam nəticə olaraq bunu? A üstü 5-n. Niyə? 5-ə nə vurmalıyıq? A üstü 5-in. Bərabərdir. Burada A üstü 125 qalsın yerində. İndi bir şey deyim sizə. Əsaslar eynidirsə, demək ki, qüvvətlər də eynidir. Məsələn, 2 üstü n bərabərdir 2-dirsə, deməli n 1-dir. Necə tapdıq? Çünki 2-lər eynidirsə, n-lər də n də bərabərdir, daha doğrusu 1 oldu. Oradan tapılar. Deməli, burada da əsaslar ikisi də A-dır. 5 üstü, daha doğrusu 5n bərabər nəyə? Bu digərin qüvvətinə, 125-ə. Belə çıxır ki, n də nədir? 25-dir. N də oldu 25. Sonra məsələn 6-cıya da baxaq. 6-cı bənddə bizə nə deyir? Deyir ki, 2 üstü 3n də ona belə çıxır ki. N-i vururam 3-ə. 2 üstü 3n. Hə, burada bu 2 üstü 11, 2 üstü 5-ə böləndə neçə eləyir? 2 üstü 6. 2 üstü 6. İndi belə çıxır ki, bu 2 üstü neçə? Bu 2 üstü neçə? Deməli 3n bərabərdir 6-dır da belə çıxır ki. N də bərabərdir 2. 2. Verilən tənliyi həll eləmək üçün oradan n-i tapmaq tələb olunur. Elə deyir. Tənliyi həll eləyin. Hə, n-in hansı qiymətində? Desə ki, tənliyi həll eləyin. Deməli n-i, x-i nə məhsul varsa onu tapmaq lazımdır. Burada başqa nə qaldı ki?
Bir dənə elə belə maraqçı bu 4-ə də baxaq da, hesablamadı da. Bu 4-ə də baxaq. Deyir ki, 63. Hə, burada maraqlıdır, maraqlıdır. Bir dəqiqə. Bir dəqiqə. Bu 4-ə gəlməmişdən qabaq bildim, hə. Bir dəqiqə, bir dəqiqə. Elə başlayaq bu birincidən. Asandan başlayaq da. Deyir ki, burada nə deyir? Burada deyir ki, burada 12 üstü 6 var. Amma yuxarıda 2 ilə 6 var. Deməli 12-ni 2 ilə 6-ya gətirməlisən. Hələ tələsmə. Yuxarıda səndə 2 üstü 4-ün üstü 2 var ha. Onu necə yazarsan? 2 üstü 8. Düzdürmü? 2 üstü 8. Sonra nə yazarsan? Vurulsun. Vurulsun. 6 üstü 8. Düzdürmü? Düzdür. Aşağıda isə indi fikir verin. İki cür hərəkət etmək olar. Ya aşağıdakını 2 ilə 6-ya gətirərsən, ya bunu promoy 12-yə. Məncə promoy 12-yə daha rahatdır. Çünki qüvvətlər ikisi də eynidir. Yəni məsələn bura fikir verin. Bax 2 üstü 2 vurulsun 3 üstü 2 var ha. Bu biz nədir? 6 üstü 2-dir. Bax 4-ü 9-a vuranda 36 edir, ödəyir. Yəni qüvvətlər eynidirsə, buradakı ədədləri vurursan, yəni belə edirsən, mötərizədə yazırsan, üzərinə də bu qüvvətdəkinin ikisini qoyursan. Olur nə? 6 üstü 2. Hə, indi mən də o yoldan istifadə eləyib, yuxarıdakı almışam. Onda bu yuxarıda onda nə 12 olacaq? üstü 8 olacaq. Ay sağ ol. 12 üstü olacaq, onda belə çıxır ki 8. Aşağıda da bir dənə 12 üstü 6 var. 12 üstü 6 gələcək. Burada ikisi qalacaq. 12-nin kvadratda 144. Parçalamaq necə idi? Bunu yazacağım 2 üstü 6 vurulsun. Deməli 6 üstü 6. Sonra 2 üstü 6 ilə bu 2 üstü 8-i belə-belə gedəcək elimdə. Düzdürmü? Parçalama ilə demək olur. Məsələn, ikincidə necə eləyək? İkincidə 4-ü 4-ə vuraram. Bu məncə çalışma, bu sualı tərtib eləyən parçalamaq istəmir. Bu 15 üstü 19-a demək istəmir məncə. Hə, 15 üstü 19 qalsın yerində. Aşağıda 3 üstü neçə alınır? Təbii ki 16. 16. Orada da 3-ü 5-ə vururam. 16-nı sonra qüvvətinə yazıram. Bildiniz necə? 15 üstü 16. Bax bu 3 üstü 16 oldu. O da 15 üstü 3. Ha, 3-ü 5-ə vurdum. 15 üstü 16. Bəs 15 üstü 16'lar getdi. Burada 3 qaldı. 15'in kubunda özünüz hesablayarız. Sonra 4'ə yazmışsan, 4'ə də baxaq. Deməli 4'də nədir məsələ? 4'də üzə qarışıqdır. Burada 63 var, burada da 81 var. Qarışıq deyil əslində. 63'ü mən yenə saxlayıram. Bax 63 üstü 13'ü saxlayıram. Düşünürəm ki, buradan hər hansı bir yerdən bəlkə 63 gələcək. Gələcək. Necə? 7-yə dəymirəm, 8 axı 9-dur. 9 ilə bağlı bir şeydir. Ona görə oradan gedirəm. Yəni necə? Kəsir xətti. Buradan yazıram 7 üstü neçə eləyir bu? 12. 7 üstü 12. Fikir verin 81'i mən əgər 9'un kvadratı yazıb onun da üstündə 6 yazsam 9 üstü 12 olar. 9 üstü 12. Düzdürmü? Bir dənə hissəsə baxaq. Bax 7 üstü 12 rahat idi. Bu heç. Bu 81'i 9'un kvadratı yazıram mötərizədə. Onun da üstündə axı 6 qüvvəti qaldı. 6'nı yazıram. 2'ni 6'ya vururam. 9 üstü 12. Bu 7 üstü 12. Bu 9 üstü 12. Ona görə 7'ni 9'a vururam. 63 üstü 12 yaza bilərəm. Vəssalam. Bu getdi. Burada bir dənə 63. 63 qaldı. Bəli. Qaldı. Belə. Sonra növbəti 10-cu çalışmada məncə elə bunlardan da. Yox. Hə, tənlik məli eləmək lazım. X var axı. Heç qorxusu yoxdur. Birinciyə baxaq elə. Deməli, məsələ nədir? Bunları hesablamaq. Hesablayırsan neçə eləyir? Yuxarı. X üstü 17. X üstü 12. Hə? Hə. 12. 17. Üstədə 5 yarı 17. Bölürsən, məxrəcdə də x üstü 16 mı? Hə. Hə, çox bəsit. X-ə bərabərdir də bu, düz deyil. İxtisarlardan sonra x-ə bərabərdir. O da deyir bərabərdir 19-a. Hə. Onda cavab nədir? 19. 19. Yəni necə? Buranı hesablayırsan, bu da həngamanı hesablayırsan, cavabı alırsan x. O da deyir 19-dur. Deməli çıxır ki, x 19-dur. Nəticə olaraq 19-da cavab. Vəssalam. Birdən belə alsaydım, məsələn, 19 olmasın da, deyək ki, burada 81 olsaydı, mən alsaydım ki, x kvadratı bərabərdir 81, onda cavab -9, bir də müsbət 9. Elə olardı. Burada birbaşa x verir. Yəqin ki, bu birisində də bax, burada da 101-də də elə x alacaq cavabımız. Fikir verin. Deməli, x üstü bura neçə eləyir? 24. Baxın, 800 savırında 24, amma 15 çıxmaq lazım. Sürət x üstü 11.
O da neçə edir? X9-a. X9 Hə, 9. 24-dən 15 çıxdıq. Burada da 30-dan 22 çıxın. 30-dan 22. X üstü X üstü 8. 8. Gördünüz? Bunlar belə getdi, qaldı bir dənə x. Hardan bilirəm x qaldığı? Çünki sən buradan x-in kvadratı 19, x-in kvadratı məsələn 101, x-in kubu falan fərqi yoxdur. Hansı qüvvətdir ki 19 olsun, ya 101 olsun? Ola bilməz. Nəticə olaraq bunları əslində birbaşa ilə x bunları demək olar. Necə? Yəni praktik yolla ha. Amma hesablamaq lazımdır. Cavablara görə deyirəm. Məsələn burada 5 var ha. Bu böyük ehtimal cavabı nəticəsi x-dir. Baxaq. X üstü 13-ü bu x üstü 9-a vurur. Yəni x üstü 22 olur da, düzdürmü? Bəli. Bölünsün. Aşağıda da deməli 16 gördünüz. X üstü 23. Ha, bir dəqiqə. Gördünüz? 23 alındı da. 23 alındı. Gördünüz? Burada alındı. Onda Ha, 2-də 1 oldu. alınır. Cavab 5-də 1-də, hə? Hə, 5-də 1. 5-də 1. Çünki 1 böl x 5-dirsə, x onda 5-də 1-dir. Gördünüz? 5-də 1 alındı. Nəticə olaraq onsuz da burada x aldım da mən. Burası da bilmirəm, indi məxrəcdə aldım sürətdə, ondan asılıdır. Nəticə olaraq yenə də x aldıq. Yəni, cavabı amma təsir elədi. Ya, cavab 5 deyildi, 5-də 1 idi. Burada da ola bilsin, ya 4-dür, ya 4-də 1-dir. Onlardan biri olacaq. Və yaxud da x kvadratla inanmıram olsun. Neyse. Bitdi. Hə, hasilin qüvvətə yüksəldilməsi. Bundan qabaqki dərsin içində əslində dedikdə onu biz. Bildiniz necə? Yəni, bu demək istəyir ki, 7 üstü 12-ni 8 üstü 12 neçə yazaq? Ya yaxud da ki, mötərizədə... Bəli. Bu yeni dərsdir. Yeni dərsdir bu. Qarışıq. Bu seçməmişdir. Bu məncə Bunu qarışıq. verməmişsiniz. Çünki məsələn burada baxın deyir 1.50. 1.50 keçmişik də biz. Yo. Bəli, o qal. Burada Keçmişik. burada mı burada verib 1.50-ni. Əlbəttə biz baxaq, uşaqlar, biz baxaq. Keçməmişiksə daha yaxşı, keçən daha yaxşı olsun. Biz baxaq. Amma bu elə bil ki, bu linkə qoşulduğumuz axırıncı video olacaq. Da ondan sonra bitiririk. Bildiniz? Hə. Deməli burada nədir məsələ? 63-də əslində dedikdə 63 ədədi vardı. Orada dedik biz. 7 üstü 7 vur 15 üstündə 8, əslində 7 üstü 8 vurulsun 15 üstü 8 deməkdir. Yəni bu qüvvət həm 7-yə, həm 15-ə aiddir. Vəssalam. Deyir hasilin qüvvətini hasil şəklində göstərdik. Məsələn burada hansı var başqa? Bunda maraqlı hansı var ki? Hə. 5-də də 3,2 üstü A üstü 11 Hə, Ayso. kimi. Yazırsan 3,2 üstündə 10. A-nın A üstündə üstü. 10, B-nin üstündə 10. Vəssalam. O 10 hər birinə aiddir, hər birinə. Burada 9 8-də də aiddir, 9 5-də 2-yə aiddir. Vəssalam da. Burada 13 4-də 3-ün üstü 13, x-in üstü 13, y-in üstü 13. Vəssalam. İndi məsələ nədir? Məsələ bunların vurulmasıdır. Məsələn, ikinci çalışmada. İkinci çalışmada 6-cı. İkinci çalışmada 6-cı uşaq. Deməli, yazmalısan mənfi 5,6 üstü 6. Elə 5,6 üstü 6 deməkdir o. Çünki mənfinin tərsi olmadı. Cüt dərəcədə ax. Sonra C üstü 2-nin üstü 6 nə deməkdir? C üstü 12. C üstü 2-nin üstü 6. Görünür? Bəli. C üstü, yəni C-nin kvadratının üstü 6 nə deməkdir? 2-ni 6-ya vurur, C üstü 12. D üstü 4 üstü 6 nə deməkdir? D üstü 24. D üstü 24. Hə, 24. Vəssalam, bu şəkildədir. Bu şəkildədir. Məsəl üçün bir dənə də işləyək onda, axırıncını da işləyək. Axırıncı amma mənfi olacaq. Yəni mənfi 8 tam yox, 0,8 0,8 üstü 7. M üstü M üstü 21 21. N üstü 14. 14. Vəssalam, bitdi bu şəkildə. Sonra hə, tərsdən qayıdır. Üçüncü çalışma tərsdən qayıdır da, aşağı özünüz eləyərsiniz. Ya bir dənə baxaq istəyirsən, bir dənə. Hansına baxaq? Hansına baxaq? Hamısı eyni şeydir ha. Bir də 4-ə baxaq məsələn. Eyni şeydir də bunlar. Hansına baxaq? 4 nə deməkdir? Bax, y üstü 4 varsa, əslində bu biraz pis verib. Bunun yazdığını bildim nə demək istəyir? Yazdığı o demək istəyir ki, yəni buradakı 4-lər kimi yaz, 6-lar kimi yaz, amma
Məsələn 4-cü mən istəsəm qüvvəti 2 eləyə bilərəm də. Bildiniz necə? 256 2 üstü neçədir? 8 2 də. üstü 8. 2 üstü 4 yazaram bunu. Mötəzədə təbii ki. 2 üstü 4. Sonra yazaram bunu y-in kvadratı. Üstündə də 2. Səhv var burada. Xeyr. Xeyr. Doğrudur. Amma bunu yazan bunu nəzərdə tutmayıb. Yəni demək istəyir ki, üstü 4 ilə yaz. Yəni belə. 4y üstü 4. 4 üstü 4 256 eləyir. Y üstü 4 y üstü 4 eləyir. Vəssalam. Yəni, o elə nəzərdə tutub. Məsələn deyə burada məsələn 9-lar düzüb burada. Yazmaq istəyir ki 8 y c mötəzədə üstündə 9. 9 hər birinə aiddir elə bil ki. O nəzərdə tutub məncə yazam. Sonra məsələn burada mən məsəl üçün 8-cidə belə eləyə bilmərəm məyər. 9 9-un 9 x kvadrat y kvadrat üstündə 2. Düzdür? 9-un kvadratı 81, x kvadratın kvadratı x üstü 4, y kvadratın kvadratı y üstü 4. Amma o nəzərdə tutmayıb uşaqlar. O bunu nəzərdə tutub. 3x y üstündə 4. 3 üstü 4 81, x üstü 4 x üstü 4, y üstü 4 y üstü 4. Bildiniz necə? Vəssalam. 4-cü çalışmada qüvvətlər eynidirsə vur getsin. Görünür? Bəli. 4-cü çalışmada qüvvətlər eynidir. Bax bu ikisində 8 var. Vur getsin də. Yəni necə vur getsin? 2,5 vur 0,4-ə. Üstündə 8 yaz da. Başqa nə var ki? Burada qeyri-adi heç nə yoxdur. Bu əslində 5-ci çalışmada biz işlədik bayaq. 63 var idi ya. Ondan da bu yuxarı neçə eləyir? 12 üstü 7. 14. 12 üstü 7. 13. So. Bu yuxarı neçə eləyir? 20 üstü 20. Bu aşağı neçə eləyir? 56 üstü 13. 56 üstü 13. Bu aşağı neçə eləyir? 72 üstü 30. 72 72 15. 15. Vəssalam da. Sonra bölmə var uşaqlar. Bölmədə də eyni şeydir. Bax, ikisinin qüvvətində də 6-dırsa, bunu yazırsan belə. 8-də 5 mötəzədə üstündə 6. Yəni bu 6 həm 5-ə, həm 8-ə aiddir. Bax, burada fikir verin. Burada yazıb 13-də 11. Bunu yazırsan 13-də 11. Mötəzənin başında da 12. Məsələn, bu 12 həm 11-ə, həm 13-ə aiddir. Sonra məsələn axırıncıda burada yazırsan X-də 8. X-də 8, mötəzənin başında da 3. Bu 3 həm 8, hə, bəli. Vəssalam. Sonra nə deyir? Müqayisə eləyin, hə, maraqlı suallar. Demək istəyir ki, bunları müqayisə elə. Müqayisə eləmək üçün ya bunların əsasları, yəni 12, 3, 4 olan hissəsi, bax 7-ci çalışmanın birincisine baxıram. Bu 12 hissəsi 1 olmalıdır, eyni olmalıdır. Ya yuxarısı eyni olmalıdır, qüvvəti. İndi baxın, məndə 12 varsa, deməli bu 3 neynəməliyəm onda mən burada? Burada artıq başqa bir şey də var. Baxın, burada 3 üstü 9, 4 üstü 9 verməyib. Onu parçalamalıyam. Təbii ki, böyüyü kiçiyə gətirəcəm. Necə? 3 üstü, bunu yazacağım 3 vur 3 üstü 9, düzdürmü? 3 üstü 10 eləyir da bu. 3 üstü 10'u yazıram. 3 vurulsun 3 üstü 9. Onu da vururam 4 üstü 9'a. Fikir verin. 4 üstü 9'a. Burası aydındır bir dənə. 3 vurulsun 3 üstü 9 vurulsun 4 üstü 9. Hə. İndi 3 üstü 9'u 4 üstü 9'a vurup 12 elə bilərəm. Necə? 3 vurulsun 12 üstü 9 yaza bilərəm. 3 vurulsun 12 üstü 9. İndi 12 üstü 9 böyüdü. Yoxsa 3 vurulsun 12 üstü 9. Sağ tərəf böyüdü də. Bir ədədin özü böyüdü. Yoxsa 3 qatı. 3 qatı da. Vəssalam. Məsələn, hansına baxaq? Elə ikinciyə də. İkincini kim deyir? İkincinin başqa yolla mən deyim də bir dənə. Bax, 15'i indi parçalayıram. Yazıram 3 üstü 7. 5 üstü 7. Düzdür mü? Düzdür. Bəli.
3 üstü 7, 5 üstü 7. Müqayisə zamanı, müqayisə zamanı. Eyniləri boş verirsən. Bunda da 3 üstü 7 var. Sağ tərəfdəki bu ifadə də 3 üstü 7 var. İndi məndə əlimdə sol tərəfdə 5 üstü 7 var, sağ tərəfdə 5 üstü 8 var. Hansı böyük? 5 üstü 8. Yenə sağ tərəf böyük çıxdı. Bildiniz nə elədim? Parçaladım elə bil ki. Bax məsələn baxırıq buna. Bax O bir. üçüncüyə baxın. Üçüncüdə bu sağ Bir tərəf onda 1-dir. Bu 1-dir, bu heç. bir. Burada bunları bir-birinə vurmalıyam. Yəni 0.4-ü 2.5-ə vururam. Bu neçə eləyir? 0.4-ü 2.5-ə vuran neçə eləyir? 1. 1 üstü 6 o da eləyir 1. O da Deməli 1. nəticə Onu bərabər imiş. bərabər. Onda bunlar bərabər imiş. Sonra deyir ki, dördüncüdə nə deyir? O 1 elədi də dəqiq. Bəli. Axırıncı nə deyir? Axırıncı səni sənə verib də yoxsa yox? Hə yox, bu 1.2-dir, bu 1.5-dir. Mən bu qarışıqdır. Onda nə etməlisən? Məcbur fikir verin, qüvvətləri eyniləşdirməlisən. Hamısında 7-dir axı. Deməli sən burada 1.2-ni 5-ə vurursan, alırsan 6 üstündə 7. 6. Yoxsa 4.5 üstündə 7. İndi hansı böyükdür? 6. Sol tərəf böyük çıxdı. Bildiniz necə? Qüvvətləri indi eyniləşdirib. Qüvvətlər 7-dirsə, onda əsasları müqayisə edəcəm. 6-nı bir də 4.5. Bildi hamı? Bəli. Sonra A, B falan var burada. Hə. Böyle eyni sualdan da burada sağ tərəfdə nə edib? A üstü 8 yazıb, bir də B üstü 8 yazmayıb. Mən ulduzun yerinə yazmalıdır. 8 yazmalıdır da. B-ni yazıb da zaten. Məsələn mən baxıram 3-cüyə. M üstü 10 yazıbsa, ulduzun yerinə sizcə nə yazmalıdır? N üstü 10. N üstü 10. Burada N'in özünü yazmayı bax ona görə N üstü 10. Sonra məsələn burada 4-cüdə nə yazmalıdır ulduzun yerinə? 9. 9. Parçalayır da, amma avtomatik 9 da hesablamırsan, heç nə eləmirsən. Sonra gəldik bu 9-a. Elə birinci. Deməli, burada artıq belə deyək də aləm dəyib deyəsən. Yoxsa yox? Yox, əslində aləm dəyməyib. Qüvvətlər eyni deyil. Yazırsan bunu 56 üstü 13, düzdürmü? 7-ni 8-ə vururam. Aşağıda da 56 üstü 13. Bir-birinə böləndə edir 1. Sonra burada qüvvətlər 25-dir, burada da qüvvətlər 25-dir. Deməli 30 o da 1. burada 30 üstü 25, burada da 30 üstü 25, bu da 1. Burada fikir verin. Burada görün nələr var. Burada var 7-nin kvadratı. Bu 7-nin kvadratıdır. Sonra 7 üstü 4'ü 7 üstü 2'ye vurursak. 7 Yo, üstü yo, yo. 6 eləsə. 7'ləri bir vurun ki, hə, düz dedin. O kimsə dedi. 7 bunlar eləsin 7 üstü 6. Təzədən 7 üstü 6 ilə 2 üstü 6-nı bir-birinə vurmaq olsun. Yenə 14 üstü 6 cavab 1. Yenə cavab 1. Dördüncüdə nə deyir? Dördüncüdə istəyir ki, 3-ə gətirsin. 3'ə 3'ə. 3 üstü 3. Onda 33. Onda- Düzdür? Hə. 3 üstü 3, 3 vur 11, 33. Burada da 3 üstü 2. 3 Onda üstü 3 30. üstü 30. Bax 3 üstü 30 getdi. Burada amma 3 dənəsi qaldı. 3 üstü 3 neçə eləyir? O da 27. 27. Vəssalam. Sonra burada isə verib burada kəsirlər yazıb bizim üçün. Kəsirlər. Heç nə. Baxırsan ki, bunun qüvvətləri eynidir. Onda bunları bir vurursan gedir. Yəni 56-da 45-i götürüb vurursan 9-da 8-ə, üzərində 5 yazırsan. Vəssalam. Oradan bir də cavab alacaqsan. Vuracaqsan sonra digərinə də. Gəl bir dənə ondan işləyim, amma bir dənə işləyəcəm bu sualdan, vaxt gedir. Bax, nə edəcəm? 56-da 45. 56-da 45. Vurulsun nə? 9-da 8. Mötərizəni bağlayıram. Üstündə də deyir qüvvət 5 yazdıq. 9 ilə 45, burada 5 qaldı. 56 ilə 8, burada 7 qaldı. 7-də 5 üstü 5. 7-də 5 üstü 5. İndi bu birisi isə 5-də 7-dir. Düzdürmü? Bax, cavabları buraya yazdım. 7-də 5 üstü 5 vurulsun 5'te 7 üstü 4.
4. Deməli bunu kiçiyə gətirmək lazımdır. 7-də 5-dir axı bu. Həm də burada biri 7-də 5-dir, biri 5-də 7-dir. Deməli birini tərsinə çevirib mənfi yazmalıyam. Qüvvətə. Ya da belə eləyim. Tərsinə çevirməyə ehtiyac yoxdur. Elə bunu parçalayıram 5-i. 5-in yerinə belə yazıram. 7-də 5 üstü 4 vurulsun 7-də 5. Birinci 7-də 5-i yazıram. 7-də 5, 7-də 5 vurulsun 7-də 5 üstü 4. Vurulsun 5-də 7 üstü 4. 5-də 7 üstü 4. Fikir verin. Qüvvətlər 4-dür ikisində də. Birində 7-də 5-dir, birində 5-də 7-dir. Mənim bunun cavabı ən axırda 1 olacaq məntiq olaraq. Niyə? Çünki tərs ədədləri bir-birindən vuracağam mötərizədə. Cavab 1 eləyəcək. Birinin qüvvəti də elə 1 eləyəcək də. So, cavabımız onda 1. Buradan da 7-də 5 qalıb axı. 7-də 5-i 1-ə vuranda 7-də 5 olacaq. Yəni bu birinci sualın cavabı 7-də 5 olacaq. Vəssalam. Ondan sonra bitdi mi? Bitdi. İndi gəlib bir ədli uşaqlar. İndi bir ədləri seçək. Biz əslində bunlar haqqında deyəsən danışmışıq da dərsdə. Bir ədlilər hansılardır burada? Birinci bir ədli olar. Bir ədlidir. Birinci bir ədlidir. İkinci bir ədli deyil. Niyə? Çünki burada üstəgəlmə var. Yəni bir ədlidə ancaq vurma ola bilər. Araya üstəgəlmə çıxma girə bilməz. Bu getdi. Burada üstəgəlmə var. Üçüncü də bir ədli deyil. 4-də olar. Bir ədlidir. 5-də olar. Beşinci bir ədlidir. 6-da məxrəcdə məhsul olmaz. Məxrəcdə məhsul olmaz. O getdi. Burada çıxma var. Hesablama var olmuyor. Götürmürəm. 8 olar. Olar. 9 9 olar. olmaz. Bax 2A yoxdur. Tam. Necə ki? 2 dənə A vardı. Onda olurdu. Standart şəkildə deyil də sadəcə. Sən deyir hansı bir ədlidir. Fərqi yoxdur. Standart verməyib də orada. -8 bəli. Onda olur. 11-də 3 bir ədli olur. olar. Olmaz. 12-də Məxrəcə olmaz. B məxrəcə düşdü olmaz. Vəssalam. Əmsalı 21, onu boş verin, 15 verin geçsin. Hə, standart şəkildə yazılışdırmı? Bax bu sual. İndi baxaq, birinci. Standart şəkildə, yəni heç bir hesab qalmamalıdır axıra. Hesablama hissəsi qalıbsa standart şəkildə deyil. Belə başa düşün. Burada hesablama yoxdur da, bax. Bax, heç bir hesablama burada apara bilməzsən. Sadələşməyəcək də bu. Ona görə birincini götürdük. İkinci. Axı 2 dənə x var. Götürmür. Var. X-ları bir-birinə vurmalıydı, götürmür. Burada, baxın elə Üçüncü də götürmür. ədədə vurmalıydı da burada. Götürmür. Burada yenə ədədə vurmalıydı. Burada m-ə vurmalıydı. 5'te de 2 tane M var. 6. olur. Orada 2 Ha. tane M var. Götür. Vəssalam. 6-cını götürdük. Sonra nə deyir? Bir ədlini standart şəkildə göstərin, özümüz göstərməliyik. Onu özünüz hesablayarsınız. Mənə nə lazımdır? Hə, əmsalı qüvvəti. Baxın, qüvvət də burada mötərizədə verib ki, həm də dərəcədir. Qüvvət də görsəz, dərəcə də görsəz, eyni şeydir. Hə, bir ədlin qüvvəti onun qüvvətlərinin toplanmasıdır. Məhsullarının qüvvətlərinin toplanması daha doğrusu. 32 x üstü y. Hə, birinci bunu standart şəkilə gətirməlisən. Standart şəkilə əslində gətirməyə də bilərsən uşaqlar. Burada deyir ki, əmsalını bir də qüvvətini tap da. Əmsalı tapmaq üçün sadəcə əmsalları vur. Eləyəcək 32. Əmsalını tapdın. Qüvvətləri də topla getsin hamısını. 3, 1. Elədi 4. 32-dən 4. Məsələn, ikincidə əmsal nədir? Bir dənə -1 var da. Deməli, cavab -1. Qüvvətləri topla getsin. 1, 3, bir də 1. 5. 5. -1 və 5. Sonra üçüncüdə əmsallar nədir? 2-də 7 vurulsun 7-də 6. Bu da deyir 3. Əmsal 3. Bunlar topla getsinlər 4, 2, 1. 7. 7. 3, 7. Bax belə bir şey. Vəssalam. Burada bir şey yoxdur. Bir ədlinin nə deyir? Bir ədlinin qüvvətini tap. Hə, burada uşaqlar bu 7-yə baxın. 7-də bu ədədləri hesablamaya ehtiyac yoxdur. Qüvvətləri hesablayın sadəcə. Deyir qüvvəti tap da. Bu 8 deyib. 4-də 3. Bunlara ehtiyac yoxdur. Ancaq qüvvət. 3, 1, 1. 5. 1, 5. Sonra burada bunları boş ver geçsin ədədləri. Boş ver geçsin. 2, Ədədin 1, qumunu boş ver 1, ha. 4. Bunu boş ver ha. Bax fikrini bu çaşdırır bəzən uşaqlara. Bax -10 üstü 3 var ha. Bu məhsulun 3-ü deyil. -10 üstü 3 var. O məhsula aid deyil 3. Ədədə aiddir. Onu boş ver geçsin. Ədəd burada bir dənə C1 qalmışdı, C2 qalmışdı, D1 qalmışdı. 4 oldu. 4.
4 oldu Bəli. burada. Sonra burada. Bax bu 2-ni boş ver getsin qüvvətdəkini. Sonra burada 1 var, 1 var, 3 var. 5 oldu mu? 5. Burada 1, 2, 1, 1. 5. 5. 5 oldu burada da. Sonra burada ne var? C'nin 1'i, D'nin 3'ü. Bu getdi. D'nin 2'si. 6 da burada oldu. Düz deyirəm. Burada 1 oldu. Burada 1 oldu. Bu iki boş ver getdim. Burada 1 qaldı. 3 də burada oldu. Qüvvətlər bunlar oldu. Qüvvətləri sadəcə hesablayırsan. Ədədləri mən neyini hesablayım? Ya da niyə standart şəkildə gətirim ki? M-in hansı qiymətində? Qüvvət 10-dur. 8-ci çalışma deyir ki, M-in yerinə nə qoysam, qüvvət 10 olacaq. Sən də bilirsən ki, burada A-lar eynidir, deməli yuxarılar toplanmalıdır. A, ya da belə fikirləş də, niyə toplayırsan ki? Yenə məntiqlə. Bax, onsuz da sən A-nın kubunu A-ya vuran neçə eləyirsən? Qüvvəti. 4. Onda M nədir ki, 4 ilə toplanıb 10 olsun? Axı qüvvətdə toplamalısan. 6 deyil. Və salam da. İndi bax, ikincidə nə deyir? Qüvvət 12-dir. Qüvvət 12-dirsə, sən A-lara bir dənə baxın, A-lara. A-lar burada baxın 4 var, bax 4. 12-dən 4 getdi, deməli bu ikisinin payına 8 qalıb. 8. Qüvvət olaraq. İndi bunları toplayın. Yəni A üstü 2 çıx M üstə gəl 3M. Üstə gəl 3M. Bunu sadələşdirin. A üstü 2 üstə gəlsin 2M oldu da, düzdürmü? Bəli. Mənfi 3M, müsbət 3M. Mənfi 3M. Ay Allah. Mənfi M, 3M, müsbət. Yerinə 2M, müsbət. Və salam. İndi fikirləşin. Yuxarısı bu 2 üstə gəlsin, 2 üstə gəlsin, 2M. Demişik ki 8 olsun. Onda M nədir? 3. 3. Və salam. M oldu 3. Sonra nə deyir burada? Vurmanın yerinə qüvvəti yüksəlmə yerinə yetir. Bunlara ehtiyac yoxdur. Bunlara ehtiyac yoxdur. 14. Ehtiyac necə yoxdur? Yəni maraqlı istəyirəm bir dənə şey olsun da. İfadəni sadələşdir. Gəl bu kvadratları kublara bax ha. Deyir ki, bir ədlinin 18-ə baxıram. Bir ədlinin kvadratı şəklində göstər. Yəni nəyin kvadratı? 121 A üstü 6-dır. 11-in kvadratı. 11-in kvadratıdır. Bu da A üstü 3 deyil. Belə deyil. Hə. 11 A kubunun kvadratı. Vəssalam. İndi biraz asan da olar da yəqin birinci. Hansına keçək? Elə axırıncıya. 6-cıda necə yazaq onda? Hissə isə yazaq da 0.7 x üstü 5. 0.7 x üstü 5 5 y üstü 8 8, bəli. 8 mötərizənin çarpımı 2. Bəli. İndi gedir o birisi çalışmada 19-da deyir ki, kub kimi yaz. Kub kimi yazanda, məsələn, ikinciyə baxsaq. 0 mində 1 nə deməkdir? 0 10-da 1 deməkdir də. Kub olar, kub. 0 x üstü 4 Y 4 y üstü 3. Mötərizəyə Bir bax. də yoxlayın. Həmişə yoxlayın yazandan sonra. 0 10-da 1-in kubu 0 mində 1. X üstü 4 üstü 3. 3 4-ə vurub 12 düz gəlir. 3 3-ə vurdu. Düpədə. Vəssalam. Məsələn, bir dənə də bu dördüncünü eləyək. Dördüncü. Dördüncüdə mənfi. Bir dənə mənfi var idi orada? Yox idi. Burada deyir mənfi. Hə, mənfi varsa mənfi də qoymalıyıq. Kubda mənfi var axı. 0 0 mində 8. 2. Hə, isə. Mənfi 0 10-da 2. Mənfi 0 10-da 2. C üstü S 2. 2 D üstü 4. D üstü Bunun kubu yazsa indi yoxlayaq. Mənfi 0 10-da 2-nin kubu 0 mində 8 mənfisi ilə. C üstü 2-nin kubu da 3 2-yə vurunda 6, 4 3-ə vurunda 12. Düpbədüz. Ödəndi. Vəssalam. 19-da bitirmi? Yox, davamı da var. Demək. Bu qədər bəs uşaqlar.